Salam, bugün birbaşa mətləbə keçirik, emosional manipulyasiya. Çox vacib mövzudur həqiqətən. Əlimizdəki mənbələr bu taktikaları, yəni onların necə işlədiyini və təsirlərini açıqlayır. Məqsədimiz nədir? Məqsəd Sənə bu çox vaxt gizli qalan davranışları daha yaxşı tanımağa və özünü qorumağa kömək etməkdir. Çünki əsas hədəf bax sənin özünə inamını sarsıtmaqdır. bəli, tamamilə razıyam. Və bu taktikaları anlamaq onlara qarşı bir növ qalxan qurmağın, necə deyim, ilk addımıdır. Düzdür. Unutmayaq ki, bunlar təkcə romantik münasibətlərdə yox, Elədir. iş yerində, dostluqda, hətta ailə daxilində də üzə çıxa bilər. Hamısının kökündə bir nəzarət cəhdi dayanır əslində. Gəlin başlayaq birincisi ilə gaslighting. Mənbədə bu elə bil ki, reallığı inkar etmə sənəti kimi təsvir edilir. Aha, Lərlə qarşı tərəf səni, yəni öz yaddaşına şübhə etməyə vadar edir. çox zərərlidir. Bu, həqiqətən də insanın ağlını qarışdıra bilər, elə deyilmi? Tamamilə. Ən təhlükəlisi odur ki, bu tədricən baş verir. Yavaş-yavaş. Bəli, bəli. Zamanla öz mühakimənə, hətta hiss etdiklərinə belə şübhə etməyə başlayırsan. Mənbədəki əsas siqnal budur. Əgər kimsə ilə ünsiyyətdən sonra özünü daim çaşqın, qeyri-əmin və ya dəri kimi hiss edirsənsə, Hə, bu artıq qırmızı bayraqdır. Öz reallığını qorumaq çox vacibdir burada. reallıqla oynamaq bir yana, bir də emosional rıçaqlar var. Məsələn, günahkarlıq hissi yaratmaq. O da çox yayğındır. Bütün etdiklərimdən sonra sən bunu necə edərsən və ya o məşhur, əgər məni həqiqətən sevsəydin cümləsi. Bəli, bəli. Klassik. Bu elə bil ki, səni emosional borc altında qoyur. Dəqiq. Bu, sənin qərarlarını azad iradənə deyil, utanc və ya məcburiyyət hissinə bağlayır. Mənbənin vurğuladığı bir məqam var, bax. Buyurun. Əgər tez-tez sırf qarşı tərəfin reaksiyasından qorxduğun üçün ya da onu məyus etməmək üçün hə deyirsənsə və ya üzr istəyirsənsə, İstəmədən. bəli, istəmədən, çox güman ki, bu taktikaya məruz qalırsan. Bu, yəni, səni öz istəklərindən uzaqlaşdırır. Çox doğru. Digər bir tazadlı taktika isə sevgi bombardırmanıdır. Münasibətin lap əvvəlində, deməli, həddən artıq diqqət, hədiyyələr, təriflər, fasiləsiz sevgi etirafları. Həddindən artıq, bəli. Amma sonra sən emosional olaraq bağlandıqdan dərhal sonra sanki bir düyməyə basılır və hər şey soyuyur. Bu necə işləyir? Çox məkirli bir mexanizmdir bu. Əvvəlcə səni həmin o intensiv diqqətə və sevgiyə, necə deyim, öyrəşdirirlər. Aha, Sonra isə bu sevgini bir mükafat kimi istifadə edirlər yəni. İstədiklərini etməyəndə onu geri çəkirlər. anladım. Mənbənin dediyi kimi, bu isti soyuq davranışı. Elə bir cəza və mükafat sistemi kimi işləyir. Çox qəribədir. Əgər münasibətin tempi qeyri-real dərəcədə sürətli başlayıbsa və sonra sevgi şərtli hala gəlibsə, ayıq olmaq lazımdır. Bəs ünsiyyəti tamamilə kəsmək, yəni səssiz rəftardan danışıram. O da bir başqa manipulyasiya növü. Qəsdən küsmək, mesajlara, zənglərə cavab verməmək, səni görməzdən gəlmək, ta ki sən təslim olana qədər, Elədir. bu passiv-aqressiv bir nəzarət forması kimi görünür mənə. Tam olaraq. Bu, bir növ psixoloji təcrid etmədir. Səni narahatlıqla, tərk edilmişlik hissi ilə cəzalandıraraq öz istəklərinə boyun əydirməyə çalışırlar. Dəhşət. Çiğ bir anlaşılmazlıqdan sonra saatlarla, bəzən günlərlə davam edən bu sükut divarı sağlam ünsiyyət deyil əlbəttə. Açıq-aşkar manipulyasiyadır. Mənbə bunu emosional şantajın bir növü kimi təqdim edir. Aydın oldu. Və nəhayət məsuliyyətdən yayınmağın klassik yolu – günahlandırma. Hər şey sənin üzündən oldu. Bəli, əgər sən fərqli davransaydın, belə olmazdı. Hətta vəziyyətin səninlə heç bir əlaqəsi olmasa belə, günahkar sən olursan. Bu, sənin özünü müdafiə etmə və ya haqlı narazılığını bildirmə cəhdlərini, yəni boğur. Elədir. Çünki bilirsən ki, nə desən də, sonda yenə sən günahkar çıxacaqsan. Mənbənin işarə etdiyi vacib bir məqam var burada. Əgər qarşındakı insan heç vaxt demək olar ki, heç vaxt səhvini qəbul etmir, Nadir hallarda ya da heç vaxt. bəli, və daima məsuliyyəti başqasının xüsusilə sənin üzərinə atırsa, bu ciddi problemdir. Bütün bu taktikaları birləşdirən əsas məqsədsə, nəticədə sənin özünə dəyərini və müstəqilliyini azaltmaqdır. Yaxşı, bütün bu məlumatları
necə yekunlaşdıra bilərik? Ümumiləşdirsək, Əsas mesaj odur ki, emosional manipulyasiya çox fərqli formalarda gəlir və sağlam münasibətlərin, belə deyək, zəhəridir. Bu davranışları istər qazlaytinq, istər günahlandırma, istərsə də o səssiz rəftar olsun, tanımaq, mütləq. onlara qarşı durmağın ilk addımıdır. Mənbənin də dediyi kimi sərhədlər qoymaq, mənimlə bu tonda danışmağa icazə vermirəm və bu zərərli davranışları adlandırmaq həqiqətən güc verir. Bəli, adını qoymaq çox önəmlidir. Və sonda sənin üçün bir düşünmə anı. Bu, mənbələrdən kənara çıxan, amma onlara əsaslanan bir sual yaradır. Sənin üçün münasibətlərdə qırmızı xətlər haradadır? Maraqlı sualdır. Hansı davranışlar qətiyyən qəbul edilməzdir və ümumiyyətlə münasibətlərində qarşılıqlı hörmət, açıq ünsiyyət nə dərəcədə mövcuddur? Bunu düşünmək lazımdır. Həqiqətən. Unutma, həqiqi bağlılıq oyunlar və ya nəzarət üzərində deyil. Əlbəttə. Qarşılıqlı hörmət, etibar və səmimi qayğı üzərində çiçəklənir. Əsas budur.